Keçirilən müharibə sanki bir arama tarama əməliyyatı, meşə dili ilə götürsək, sanki bir böyük meşə var, meşə massivi var, o da böyük gövdəli ağaclar bitir və ora yaxınlaşmaq üçün insanlar mütləq ora yol açmaq lazımdır. Yəni texnikanın hərəkəti üçün bir yolda kol-koslar, budaqlar, ağacların budaqları kəsilməlidir. Bax, bu gün İranda baş verən hadisələr sanki arama tarama əməliyyatı gedir və ağaclar və ətrafdakı maneələr təmizlənir. İsrail isə bu yolda bir alətdir. İsrail dövlət yox, bir alət rolunda çıxış edir. Qonşu dövlət, xüsusən müsəlman dövlətlərin başında vurmaq üçün bir kötəyə bənzəyir. İran isə bu yolda kol-kosa bənzəyir. Bəli. Daha böyük qlobal məsələ bu gün Çindir. Amerika Birləşmiş Ştatları Çinə yaxınlaşmaq üçün mütləq onun əl qolunu, yəni ki, enerji mənbələrindən məhrum eləmək lazım. Bax, bugünkü İran həmin o enerji mənbələrinin əsasıdır. Çinə yaxınlaşmaq üçün mütləq İranı tapdalayıb əzib keçmək. İran isə özündən kol-kos obrazı yaratdı. Bəli. İran həm də öz indi zamanda göstərir ki, ləyaqətli bir rəqibdir. Onu da qeyd eləmək lazımdır. Ancaq sən gərək idarə eləyəndə, ölkəni siyasətlə məşğul olanda elə idarə eləyəsən ki, sənin ölkən ayaqda qalmasın. Buna bir nümunə Azərbaycandır. Bax, görürsünüz, lazım olanda siyasəti dəyişə bilən, yəni bu bəziləri bunu başa düşmür. Bizdə də siyasətlə məşğul olan adamlar bəzən siyasi çıxışlarına baxırsan, görürsən qalstuklu, kostyumlu, qəşəng, bığlı, saqqallı kişilər dururlar, danışırlar, çalışır ağır siyasi terminlərdən, beynəlxalq terminlərdən istifadə eləməklərini özlərini ağıllı obrazda göstərsinlər. Heç kəs onlardan başa düşmür ki, bu nə dedi. Amma ən asan dildə xalqdır. Mən isə adi bir vətəndaş olaraq vəziyyət necə görsən o haqda danışıram. Çinə gedən yolda İran maneədir, İranı əzib keçməlidirlər. Kol-kos rolunda gərək çıxış eləməyəsən. Sənin 50 ildən çox yeritdiyin bir siyasət sonda ölkənin parçalanması, dağılmasına, viran olmasına, müharibəyə sürüklüyürsə bu təhlükəli yoldur. İsrail isə bu yolda ölkə deyil, İsrail bir alətdir. Bunu vaxtında başa düşmək, buna qarşı nəsə tədbir görmək, amma tək başına böyük bir koalisiyaya qarşı vuruşmaq özü də siyasi korluqdur. Gərək Çinin yolunda özünü qurban verməyəsən. Dəyişə bilən siyasətin olsun. Çinin isə bu saat elə bir vəziyyəti var ki, Çin bir 10 ildən sonra Çinlə heç kəs, bütün dünyada birləşsə Çinlə güc dilində danışa bilməyəcək. Çinin iqtisadiyyatı elə inkişaf eləyir. Və Amerika Birləşmiş Ştatlarında bu saat bir nömrəli qorxduğu ölkə Çindir. Keçmişdə bu Rusiyaya qarşı birləşmişlər, SSR-ni dağıtdılar, sonra Rusiyanın fikirləşdirə parçalamağı, indi Rusiyanın parçalanmağı Amerika Birləşmiş Ştatları üçün çox sərfəsiz bir işdir. Çünki Rusiya parçalandıqca Çin daha varlanacaq. Yəni kiçik dövlətlərlə iş qurmaq Çinə üçün də daha rahatdır və Çin böyüyəcək, Avropanın sərhədinə çatacaq. Bugünkü müharibə arama tarama əməliyyatı. Sadə vətəndaş sözü ilə.